vaxtınız xeyir olsun hörmətli izləyicilər. Biz hal-hazırda Nəsimi rayonu Mircəlal 16 küçəsindəyik. Gördüyümüz bu ərazidə yol örtüyü nəzarətsiz qalaraq, iri çuxurlar yaranaraq bərbad hala düşüb. Belə ki, nəqliyyat vasitələri bu yoldan istifadə edərkən bu çuxurlara düşərək avtomobilləri yararsız hala düşür. Ümid edirəm ki, bizim çəkilişdən sonra aidiyyatı qurumlar daha ciddi yanaşıb, təmir bərpa işləri aparacaqlar. Qeyd edək ki, Azərbaycanın görkəmli mütəfəkkirlərindən biri olan Mircəlal Paşayevin adını daşıyan bu küçədə vəziyyət ürək açan deyil. Yol örtüyü demək olar ki, yararsız haldadır. Çuxurlar və bərbad şərait sakinlərin gündəlik həyatını çətinləşdirir. Avtomobillərin hərəkətinə ciddi maneələr yaradır. Üstəlik məhəllə ərazisində quraşdırılmış işıq dirəkləri də işlək deyil. Gecə saatlarında küçə qaranlığa qərq olur. Bu isə sakinlərin gediş-gəlişini çətinləşdirməklə yanaşı təhlükə riskini də artırır. Sakinlər problemin qısa zamanda həll olunacağına ümid edirlər. Mən Həsənov Şəmsəddin Həsən Ağaoğlu. Buyurun, bildirin şikayətinizi. Bildiriyim odur ki, yollar bərbad gündədir, heç kimdə baxmır. Biz də ona görə sizdən xahiş ilə düzgəli çəkiliş eləyəsiniz ki, bu işləri həll olunsun. Aidiyyatı qurumlara müraciət etmisinizmi? Etmişik, bəli. Etmişsiniz. Bəli. Amma ki, məsələ həlli yolunu tapmayın. Bəli, tapır. Ona görə də baxmırlar. Bu yolla gəlib gedəndə maşınların hamısı, o qabaq hissələrinin hamısı təkər də zaydan çıxır, periodok hissəsi də. Ona görə də lazımdır. Çox xahiş edirəm ki, bu işlə məşğul olanlar bu yola baxsınlar. Onu da bildirim ki, bu əraziyə yaxın məktəb və bağça da var. Məhz bu yoldan istifadə olunur. Əliyev Əlağa Əlamətoğlu, Mircəlal 16-da elə bax bu mənzil, bu yolun kənarında olan evdə yaşayıram. Yollardan çox narazıyıq, həddindən artıq. Yağış yağanda, gecə də gələndə vapşı işıqlar yanmır, gölməçə olur, çox çətinlik çəkir. Məktəbə gedən yoldur, uşaqlar əziyyət çəkir. Yəni çox çətinliyimiz var. Bir-iki yerə də məlumat vermişik, heç bir cavab yoxdur. Nəticə əldə olunmur. Salam, hər vaxtınız xeyir. O yol yaman gündə Mircəlal 16-nın qarşıdan keçmək qeyri-mümkündür. Müraciət etmişsiniz? Dəfələrlə müraciət eləmişik, fərdi formada, kollektiv şəkildə müraciət eləmişik. Amma heç bir qurum öz üstlərini atırlar. İcra hakimiyyəti deyir, avtomobil yollarına aiddir. Avtomobil yolları deyir ki, yox, şəhər tikinti var idarəsi, icra hakimiyyətinin nəzdindədir. Onlar deyir ki, onlarlıqdır. Amma o günləri güya gəlib baxış keçirdilər, amma neçə müddətdə o bərbad vəziyyətdədir. Nə zaman baxış keçirdilər? Bilmirəm, o günləri güya ki, gəliblər, amma biz açığı inanmıram onların o sözlərinə. Amma məsələ həlli yolunu tapmayıb. Tapmayıb. Özdə neçə dənə binaların girişi də əsas stasionar yoldur. Oradan evə gəlmək. Avtomobillərin askı sistemi bərbad gündədir. Ancaq elə ustalardayıq. Bütün gün avtomobildə nə qədər küllü miqdarda zərər dəyib orada, nə qədər vəsait özümüzdən veririk, xərcləyirik. Amma bir məsələ həllini tapmır. Vətəndaşların çoxsaylı şikayətləri əsasında hazırlanan bu reportaj aidiyyatı qurumlar qarşısında ciddi sual yaradır. Mircəlal Paşayevin adını daşıyan bu küçənin illərdir davam edən problemləri niyə hələ də həll olunmayıb? Azərbaycan şəxsiyyətlərinə göstərilən ehtiram yalnız adlarda deyil, real işdə də özünü göstərməlidir. Lakin mövcud vəziyyət əksini nümayiş etdirir və bu açıq şəkildə laqeydliyin nəticəsidir. Aidiyyatı qurumlar artıq məsuliyyətdən yayınmamalı, qısa zamanda konkret və ciddi tədbirlər görməlidir. Əks halda bu cür biganə münasibət ictimai narazılığı daha da dərinləşdirəcək və ciddi suallar doğurmaqda davam edəcək.